Erməni dili 3-cü dərs. Gəlin düşmənin zəif nöqtələrini bərabər öyrənək. Bugünkü dərsimizdə indiki zamanı müzakirə edəcəyik və yenidən cümlələr quracağıq. Qarşımızda şəxs əvəzliklərdir, hansıları ki, artıq öncəki dərslərdə qeyd etmişdim. Yes, am, do, as, na, menk, enk, duk, ek, nerank, en. İndi sual yaranacaq ki, bəs bunu hara artırmaq lazımdır? İndi göstərəcəm. Ondan öncə isə gəlin baxaq daha vacib bir məlumata. Deməli, erməni dilində, dığaların dilində bütün feillərin sonları ya l-la bitəcək, ya da al-la. Bunu yadınızda saxlayın. Məsələn, bir söz deyim sizə. Gəzmək, getmək. Görürsüz, bizdə sonda maq, məq gəlir. Eynən erməni dilində l, al gəlir. Onu zamana uyğun olaraq biz yığışdırırıq. Məsələn, gəzirəm. Görürsüz? Demirik gəzmək yenə. Deyirəm gəzirəm. Artıq sonu dəyişildi. Eyni şəkildə bu dildə də dəyişəcəyik. L, al avtomatik indiki zamanda dəyişəcək olacaq Bir misal götürək. Bu söz iki formada yazmışam. Bir rəsmi qaydada deyilən xaqal, ng kimi oxunur bu. Bir də danışıq, ləhcə var. Məsələn, türk diasporasında oturan ermənilər və s. O tərəflər xaqal deyirlər. Yəni, hər iki formanı eşidə bilərsiniz, heç biri yanlış sayılmır. Demək, bundan əlavə olaraq qeyd etdiyim kimi al, sonluğu, şəkilçisi yığışdırılır, yerinə artırırıq, olur xaqum. Gəlin bunu indi cümlə üzərində işlədək mərhələyə. Gəlin artıq xaqal sözündən elementar bir cümlə quraq. Mən oynayıram. Olacaq mən, yes. Xaqal sözünün şəkilçisi dəyişir, olur indiki zamandır deyə avtomatik bütün əvəzliklərlə eyni qaydada. İndi demək istəyirsinizsə, yəni bu dəqiqə baş verirsə, harasa hadisə artırırıq. Al yığışdırılır, artırılır. Təbii ki, ən vacib əlavələri də unutmuruq. Hansılar ki, öncəki kadrda göstərdim, hər şəxs əvəzliyinə uyğun olaraq, özünə məxsus olaraq dəyişiləcək. Məsələn, mən oynayıram, yes, xaqumum. Xaqum, dəyişdik, indiki zamandır və bura artırdıq. Çünki burada yes dayanıb. Du, sən. Xaquməs. Es, çünki burada du dayanıb. Daki özünüz bilirsiniz də hər yerdə ucu feilləri artıra gedin, indiki zamanda danışırsınızsa. Burada odur. Ona görə na, xaqumə artırdıq. Sadəcə bunları əzbərləyin, yadınızda qalsın. Menk, xaqumenk. Mən 2 dənə əvəzlik yazmamışam, bunu özünüz cəhd edin yazmağa. Bir də potensiallı olan tələbələr anel sözünü də elə bu qaydada yazsınlar, dəyişsinlər formaları, mən də yoxlayım.